Bugün hərəmin ziyarətçi daşıyan nəqliyyat vasitələri xidməti haqqında danışarıq. Bu yer hərəmin ziyarətçi daşıyan avtomobillərinin dayanacağıdır. Burada hər bir xidmətçi bir ziyarətçi daşıyan maşını təhvil alır. Sonra ziyarətçi dayanacaqlarında dayanaraq gələn ziyarətçiləri gözləyir. Onlar yaşlı və hərəkət məhdudiyyəti olan ziyarətçiləri hərəmin bir həyətindən digər həyətlərinə gəzdirirlər. Xüsusilə də ziyarət günlərində və izdiham vaxtlarında bu xidmət çox vacib olur. Hər dayanacaqda çoxlu sayda yaşlı və zəif ziyarətçilər ziyarətə tez çatmaq üçün gözləyirlər. Buna görə də hərəkət problemi olmayan əziz ziyarətçilərdən xahiş olunur, ziyarətçi daşıyan avtomobillərin növbəsində dayanmasınlar. Yeri gəlmişkən, hərəmin həyətlərində gəzərkən xidmətçilərin bu yoldan keçin kimi xatırlamalarına diqqət edin. Çünki bilmədən ziyarətçi daşıyan avtomobillərin hərəkət yoluna daxil ola bilərsiniz. Sizcə növbəti videonu hansı xidmət bölməsi haqqında çəkək?